Salam, hər vaxtınız xeyir olsun. Sualımızda qeyd edilir ki, Almaniyanın 1941-ci ilin iyun ayında SSR-ə hücum etməkdə məqsəd nə idi? İlk dəfə almanların yaşamadığı ərazini işğal etdi. Bu yanlışdır, çünki bu Sudet vilayətini hansı ki və yaxud Çexoslovakiyanın işğalı ilə bağlı ola bilər. Çexoslovakiyanın işğalı ilə bağlıdır. Bu 1939-cu ildə. Yalta konfransının qərb sərhədlərinin tanınmasına nail oldu. Xeyr, bu 45-ci Yalta konfransı da 45-ci ilə aiddir, ola bilməz. Burada Molotov-Ribbentrop paktının şərtlərini pozmuş oldu. Əslində 1939-cu ilin avqustunda imzalanmış bu pakta görə hər iki ölkə bir-birinə hücum etməyəcəkdi, amma burada Almaniya SSR-ə hücum edir. Digər bir sualda qədim Manna dövlətinə aiddir. İranzu tərəfindən dövlətin əsasının qoyulması da yanlışdır. İskit tayfaları ilə birlikdə Urartuya qarşı müharibə elan etməsi, bu da xeyr, bu Assuriyaya qarşı ola bilər. Midiya dövlətinin tabe edilməsi, Midiyanı tabe etməsini də götürə bilmərik. Ağsaqqallar Şurasının hökmdardan asılı olması, Manna dövlətinə aiddir. İskit tayfaları ilə birlikdə Urartuya qarşı müharibə elan etmələri, sonra Midiya dövlətinin tabe edilməsi, İskitlərlə bir yerdə və Ağsaqqallar Şurasının hökmdardan asılı olması. Ümumiyyətlə, Ağsaqqallar Şurasının hökmdardan asılı olması tam yanlışdır. 4 olan hissələr yanlışdır. Əsasın İranzu tərəfindən qoyulması bir də yanlışdır. Burada deməli, yəqin ki, İskit tayfaları ilə birlikdə Urartuya qarşı müharibə aparılması və eyni zamanda 8-ci əsrin 2-ci əsrinə başda hakimiyyətin ilçənin keçməsi 2 ilə 5 uyğun olur. Yəni, D variantı uyğun olur. Midiya dövlətinin tabe edilməsi ola bilməz. Yəni, burada 2-5, yəni D variantı uyğun cavab olar. Diqqətiniz üçün təşəkkür edirik.